Broiler yetiştirildiğinde kısa bir zamanda sağlam çəki almaq lazımdır. Bunun üçün də mütəmadi olaraq çəkiyə nəzarət eləmək lazımdır. Əgər cücə çəkidə geri qalırsa, bunun səbəbi ya xəstəlik, ya yemdə ola bilər. Broilerdə ən azı həftədə bir dəfə çəki çəkmək lazımdır və bu xüsusi bir cədvəl yaradıb, həmən cədvəldə qeyd eləmək lazımdır ki, izləmək daha asan olsun. Çəki ölçəndə təsadüfi olan cücələri çəkmək lazımdır ki, daha dəqiq çəki olsun. Bunun üçün də küməsin müxtəlif yerlərindən cücələr yığılır və çəkilir və orta çəki götürülür. Ölçməni cücənin yem yediyi vaxtı və ya çələdanlıqlarının dolu olması vaxtı çəkmək lazımdır ki, daha düzgün nəticə əldə etmək olsun. Əgər quşlar gözlənilən çəkilərdən geri qalırsa, bu ya küməsin mühitindən asılıdır, ya yemdən asılıdır, ya havalandırmadan asılıdır. Ona görə də bunu dəqiq və müntəzam olaraq izləmək lazımdır. Nəticə olaraq cücənin çəkisi mütəmadi olaraq aparılmalıdır. Əgər cücədə çəki aşağıdırsa, vaxtında arada qaldırıb və məhsuldarlığı artırmaq lazımdır.